Məndən çox soruşurdunuz xanımlar, jilka bitdiyi zaman nə edirik? Deməli, təsəvvür edin ki, bitibdi artıq. Baxın. Və nə edirəm mən? Sağda olan jilkanı bir alt sıraya keçirdirəm. Baxın buna. Geçdim bura. Sonra bunun içərisindən keçirəm. Bax, bu sağda olan jilkadır. Soldakı ilə qarışdırmayaq. Gördünüz. Sonra baxın. Solda olan jilkanı, sol tərəfdə olan jilkanı, bunu bir alt sıraya keçirdirəm. Baxın, keçirdim. Bu altdan çıxandı. Buradan çıxandı. Nə edirəm? Burada olan jilkanı təkrar geri qaytarıb ilgək yaradıram. Gördünüz. Sonra qarşısında olan bu bir jilkanı bu ilgənin içərisindən keçirdirəm. Yəni eynən digər sıraları necə toxumuşuq elə. Və dartırıq. Deməli bitmişdi, hardaydı? Deməli gətirdim, çıxartdım bu hissəyə. Görürsünüz, bir bu, bir də bu. İndi nə edirəm? Sadəcə və sadəcə içərisində yox eləyirəm. Necə? Baxın. Hardadır? Bunun yanındakı mundulun içərisindən keçirdirəm. Keçirdirəm. Keçdim. Sonra bunun içərisindən keçirdirəm. Fərqi yoxdur, yəni gəlişi gözəl keçirdirik. Amma yadınızda saxlayın ki, bunu bu hissələrdən keçirdə-keçirdə içərisində itirmək istəyərkən, baxın, buradan çıxan jilkanı bunun içərisindən keçirdə bilmərsiniz. Anladınız mı? Belə düz getirə bilmərsiniz. Çünki burada kres kimi yaranacaq və baxanda görünəcəkdir. Və yaxud da ki, buradan çıxanın bunun içərisindən keçirdə bilməzsən. Çünki yenə dediyim kimi, buradan belə düz xət kimi görünəcək, olmaz. Deməli, buradan çıxanın belə biz necə jilkaların girib çıxdığı hissələrə doğru ancaq sala bilərsiniz. Fərqi yoxdur, gəlişi gözəl. Baxın, burada da deməli mənim jilkam üzü bu tərəfə keçirdirəm. Gördünüz. Baxın, belə. Gördünüz belə. İndi kəsə bilərəm, artıq kəsə də bilərsiniz. Kəsirik artıq. Baxın, mən kəsdim. Və kəsirəm artıq. Baxın. Elə kəsirəm ki, çox dip hissədən. Çalışın o bir jilkaları kəsməyin. Baxın artıq. Jilkanı görürsünüz. Gördünüz, kəsim bilinmədi heç. Sonra bir digər tərəfdə olan. Görünür, bundan bilinir. Baxın buna. Bunu da buradan kəsirik. Mən də bilindi, çünki kameraya baxa-baxa çəkdim, baxın. Görürsünüz, mən də bilindi. Amma çalışın biraz çox dibdən kəsin ki, görünməsin. Belə xanımlar. Sonra nə edirik? Yenisini əlavə edirik. Jilkanı götürürük. Sadəcə harda bitirmişdiksə, son toskamız bura deyildimi? Bu muncuğun içərisində. Təkrar buradan keçirdirik. Baxın. Bərabərləşdiririk. Hər tərəfə eyni miqdarda düşsün jilka. Sonra bir üst sıraya, soldakini yenə bir üst sıraya qaldırırıq. Yəni muncuğun santan necə toxuyurduqsa elə.
Jilkanı buradan keçirdim. Bərabərləşdirdim ucların. Sol tərəfdəkini qaldırdım bir düz sıraya. Tekrar yine bakın.